Sosial şəbəkələrdə falçılıq, baxıcılıq və digər adlar altında paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır. Daxili İşlər Nazirliyindən RTV-yə verilən xəbərə görə paytaxt sakini olan bir kişi fala baxdırmaq üçün TikTok sosial şəbəkəsində bu barədə elan yerləşdirən səhifələrdən birinə müraciət edib. Ardınca həmin səhifədən ona cavab yazılaraq əlaqə nömrəsi istənilib. İki qadın onunla danışaraq yalan vəd verməklə 500 manat pul istəyiblər. Qarşı tərəfin istədiyi məbləği kart hesabına köçürdükdən sonra isə həmin nömrəyə zəng çatmayıb və səhifə bloklanıb. Zərər çəkən şəxs tələduzluqla üzləşdiyini anlayandan sonra polisə müraciət edib. Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində fala baxmaq adı altında tələduzluq edən 46 yaşlı Mirzəyeva və 24 yaşlı Abbasova saxlanıblar. Bir daha bildiririk ki, bu tipli elanlarla rastlaşan zaman heç bir halda ödəniş etməsinlər və şəxsi məlumatlarını tanımadıqları şəxslərə paylaşmasınlar.